Mətbəximdən hamıya salamlar. İlk dəfə paxlava bişirəcək olan xanımlar. Bu resept tam sizin üçündür. Asan hazırlanan, qatları tək-tək bilinən dadlı paxlavalar. Şirə hazırlamaqla başlayıram. 1 stəkan yarım şəkər tozunu, 1 stəkan su əlavə edirəm. Qaynayanda yarım limon suyunu da qatıb ocaqdan götürürəm. 4 stəkan una, 1 çimdik duz, yarım çay qaşığı maya qatıb qarışdırıram. Ortada çuxur açıb 1 stəkan ilıq süd, 150 qram əridilmiş kərə yağı, 1 yumurta qatıb xəmiri yoğururam. Əlavə un qatmağa ehtiyac qalmır. Xəmirin üzərini striclə örtüb 20 dəqiqə dincəlməyə qoyuram. Ələ yapışmayan plastilin kimi xəmir alınır. 300 qram çəkilmiş qoz ləpəsinə 1 stəkan şəkər tozu, 1 dolu çay qaşığı hil qatıb qarışdırıram. Xəmiri formaya salıram. Alt və üst qat üçün 2 böyük, içərisi üçün 10 kiçik hissəyə bölürəm. Kündələyib üzərini striclə örtürəm. İri kündələrdən birini alt qat üçün yayıb yağlanmış soba listinə salıram. Paxlavanın içinə 400 qram əritdiyim kərə yağından istifadə edirəm. Üzərinə əlavə yağ qatmıram. Listin diametri 36 sm-dir. Hər qata 1 çömçə yağ, 2-3 qaşıq ləpə əlavə edirəm. Bu qayda ilə bütün qatlar davam edir. Qeyd edim ki, istifadə etdiyim stəkan ölçüsü 200 ml-dir və resepti açıqlama bölməsində qeyd etmişəm. Son bir qatı yağlayıram, ləpə əlavə etmirəm. Üst qalan xəmiri də yerləşdirib yağın donub rahat kəsilməyi üçün 20-30 dəqiqə soyuducuya qoyuram. Ulduz formasında kəsirəm. Üzərinə 1 yumurta sarısı, 1 yemək qaşığı südü qarışdırıb çəkirəm. Qoz yerləşdirirəm. İsitdiyim 180 dərəcəli sobaya yerləşdirirəm. Üstü ağaranda sobadan çıxarıb yaxşı bişməyi üçün kəsiklərin üstündən gedirəm. Yenidən sobaya qoyub üzəri qızarana dək bişirirəm. Bişən paxlavanın da kəsiklərinin üzərindən gedib soyumuş şərbəti üzərinə gəzdirirəm. Bayram süfrələrinin bəzəyi paxlavam hazırdır. Siz də hazırlayıb nuş edin. Bəyənib fikir bildirməyi, kanala dəstək olmaq üçün abunə olmağı unutmayın. Bayramınız mübarək olsun. Hələlik.